Dənəzə, представляешь, mənim kimi HR bir dənə işçi tapa bilmirəm. Cümlətani 30-ca 40-ca dənə sənəd lazımdır mənə. Biri var, o birisi yoxdur. Gətirmirlər. Yo, işləmək istəmirlər. Yo. Salam, iş elanı üçün gəlmişdim. Nazə, namizəd gəldi, səninlə əlaqə yaradacağam. Buyurun, əyləşin. Görüm əli boş gəlmisiniz, sənədləriniz hanı, işə düzəlməyə gəlmisiniz. Sənədlər? Bəli, hamısı üzərimdədir. Necə yəni üstünüzdədir? Sənədlərin heç birini fiziki daşımağa ehtiyacım yoxdur. MyGov applikasiyasında bütün sənədlərim var. İndi baxarıq. Vəsiqəhanı üstündə, diplomanı üstündə, arayışanı üstündə, sənədlər hanı üstündə, MyGovla üstündə. Mahnı belə. Yaxşı, bütün sənədləri yığıb gəlmisən, görürəm, bütün işləri həll eləmisən, amma bilirsən nə çatmır? Nə? Geyim. Ətəyiniz belə görürəm ki, 1 santimetr uzun olmalıdır. Biz belə işçilərlə işləyə bilmərik. Xoş getdiniz. MyGov-la sənədləri hazır edib, amma elə bilir ki, məni HR-ı bununla razı sala bilər. Mən axı ətək geyinməmişəm.